Salamlar. Balaca dostlarımız, mənim adım Lap, mənim adım isə Tiny. Gəl qucaqlaşaq Lap. Artıq gecədir və sizin yatmaq vaxtınız yaxınlaşır. Bu deməkdir ki, Lapda eyni vaxtıdır. Bizimlə nağıl vaxtıdır. Bizim balaca dostlarımız, necəsiz? Bu günləri Lap ilə Tiny sizə çox maraqlı nağıl danışacaq. Bizim nağılımızın adı Ağac Nənə və onun 4 fəsil ilə rəqsi haqqındadır. Ay uşaqlar, hələ deyin görüm, siz fəsillər haqqında bilirsiniz? Hansı fəsillər var? Hansı fəsli xoşlayırsınız? Deməli, dostlar, gəlin biz danışaq nağılımızı və siz baxın görün hansı fəsildə nələr baş verir, nələr olur. Bəlkə əgər hələ bu haqda fikirləşməmisinizsə, hansı fəsli sevirsiniz? O zaman bəlkə biz danışandan sonra siz biləsiniz ki, hansı fəsli sevirsiniz. Bəlkə ondan sonra fikrinizi bildirərsiniz bizə. Bizim Instagram səhifəmizə yaza bilərsiniz bu haqda. Başlayaq. Biri var imiş, biri yox imiş. Bir vaxtlar meşənin ortasında yaşlı, müdrik, çox şirin bir ağac nənə var imiş. Onun uzun, möhkəm budaqları, yaşıl, yumşaq yarpaqları və göyə doğru uzanmış gözəl gövdəsi varmış. Ağac nənənin 2 balacası var idi. Zərif yarpaq və cəsur tumurcuq. Bir gün hava birdən-birə soymağa başlayır. Zərif yarpaq özünü biraz yorğun hiss eləyir. Ağac nənəyə başlayır deyir ki, nə üçün mən saralıram? Mən axı yaşıl rəngimi çox sevirdim. Ağac nənə onu incə bir təbəssümlə sığallayır. Sevgili yarpaq, günəş ana uzaqlaşır axı. Günlər qısalır. O bizə daha az işıq və istilik göndərir. Sənin içindəki yaşıl rəng bir növ güc yeməyidir. O işıq olmayanda yemək yemir və yatmağa gedir. O yatanda isə sənin içindəki digər gözəl rənglər, sarı, qırmızı, narıncı oyanır və ortaya çıxır. Bu hamımızın yuxuya hazırlaşdığımızın bir əlamətidir. Hava daha da soyuyur və külək əsir. Zərif yarpaq artıq çox yorulmuşdu. Ağac nənə, mən çox soyuğam, dedi. Səsi çox zəif idi. Qışda su yerdə donur. Donmuş suyu özümə, budaqlarıma çəkməyə çətinlik çəkirəm. Əgər sən mənim üstümdə qalsaydın, soyuq sənə zərər verə bilərdi. Amma sən yerə düşəndə torpağa çevriləcək və gücün mənə qayıdacaq. Bu mənim sənə sağ ol deyib quş yuxusuna getməyimin bir yoludur. Yuxunda gözəl yaz xəyalları gör. Uzun bir yuxudan sonra ağac nənə özündə bir istilik hiss eləyərək oyanır. Günəş ana daha güclü, günlər isə daha uzun idi. Tumurcuq, oyan balaca. Ay tumurcuq, oyan. Ağac nənə belə dedi. Cəsur tumurcuq budağın içinə baxdı. Ağac nənə yazın gəldiyini hardan bilirik? Ağac nənə deyir ki, bunu hiss edirik balaca.
Günəş ananın istiliyi bizi yuxumuzdan oyadır. Yağan yağışlar bizi sulayır. Torpaq istilənir və köklərimizlə bütün bədənimizə yaz gəlir. Oyan deyən bir mesaj göndərir. Bu mesajı aldıqda biz də sənin kimi balaca tumurcuqları, sonra da gözəl çiçəkləri açırıq və beləcə cəsur tumurcuq gözəl, rəngli bir çiçək olur. Yaz öz rəngarəng çiçəklərini təklif eləyir və sonra isə gedir. Günlər başlayır çox isti və günəşli olmağa. Artıq ağac nənənin üstü çiçəklə örtülür. Ağac nənə, indi nə olacaq? Deyə soruşur çiçək. İndi ən şirin, şirin hissə gəlir. Çiçəyim. Arılar, kəpənəklər gəlib çiçəklərimizdən bal toplayacaq və onlar bizi tozlandıracaq. Günəş ana isə bütün yay bizi öz istiliyi ilə qucaqlayacaq. Bu istilik və işıq sayəsində çiçəklərimiz yavaş-yavaş böyüyərək şirin, dadlı meyvələrə çevriləcək. Bu meyvələr də quşların, heyvanların, hətta uşaqların, böyüklərin yeməyi olacaq. Bu bizim onlara verdiyimiz bir hədiyyədir. Və beləcə ağac nənə ilə onun uşaqları hər il bu möhtəşəm rəqsi təkrarlayırlar. Yazda oyanırlar, yayda böyüyürlər, payızda yuxuya hazırlaşır, qışda isə yatırlar. Bəli, dostlar, artıq gecdir, vaxtıdır, yatmağın vaxtı gəldi. Mənim həqiqətən də yuxum gəlir. Gecəniz xeyrə qalsın, balacalar. Bu vaxtı elə göydən 3 alma düşür. Biri mənim, biri sizin. Biz biri kimi. Gecəniz xeyrə qalsın, balacalar. Növbəti nağılımızda görüşənədək.